Oğlaq Bürcü 12 aprel 2025-ci il Oğlaq Bürcünün proqnozu. Bugün Oğlaqlar üçün introspektiv, özünüdərk yönümlü və düşüncəli bir gün olacaq. Özünüz və həyat yolunuzla bağlı daha dərindən düşünmək ehtiyacı hiss edə bilərsiniz. Ulduzlar bugün iç dünyanıza yönəlməyi və gələcəklə bağlı planlarınızı bir daha gözdən keçirməyi tövsiyə edir. Xüsusilə son vaxtlar üzərində dayandığınız mövzularla bağlı yeni baxış bucaqları qazana bilərsiniz. İş həyatında təmkin və məsuliyyət yenə sizə uğur gətirəcək. Ətrafınız sizi etibarlı və çalışqan biri kimi görür, bu da sizə yeni imkanlar qapısı aça bilər. Səhər saatlarında bir qədər gecikmələr və ya anlaşılmazlıqlar yaşana bilər, lakin günortadan sonra hər şey yoluna düşəcək. Əgər hər hansı bir qərar verməlisinizsə, detalları tam araşdırdıqdan sonra addım atın. Münasibətlər sahəsində daha çox anlayışlı və səbirli davranmaq faydalı olacaq. Sevdiklərinizlə aranızda kiçik fikir ayrılıqları ola bilər, ancaq bu vəziyyətlərə sakit və məntiqli yanaşmaq münasibətləri gücləndirəcək. Tək olan oğlaqlar üçün bugün romantik ehtimal azdır, amma daxili rahatlıq tapmaq üçün əlverişli gündür. Maliyyə baxımından diqqətli olmağınız vacibdir. Yeni investisiya planları varsa, bugün riskə getmək əvəzinə müşahidə etməyi seçin. Köhnə borclar və ya ödəmələrlə bağlı məsələlər gündəminizə gələ bilər, onları təxirə salmadan həll etməyə çalışın. Sağlamlıqla bağlı olaraq, bugün emosional gərginlik fiziki enerjinizi azalda bilər. Meditasiya, sakit musiqi və ya təbiət gəzintisi kimi rahatladıcı fəaliyyətlər sizə yaxşı təsir edəcək. Özünüzə qarşı daha şəfqətli olmağa çalışın. Ümumilikdə 12 aprel 2025 introspeksiya, səbir və diqqətlə hərəkət etməyin əhəmiyyətli olduğu bir gündür. Səssiz, amma məhsuldar bir gün keçirməyiniz mümkündür. Əsas odur ki, daxili səsinizə qulaq asın. Dolça Bürcü 12 aprel 2025-ci il Dolça Bürcünün proqnozu. Bugün dolçalar üçün yaradıcılıq və yenilənmə enerjisi ilə dolu olacaq. Ulduzların düzümü sizə ilham və fərqli yanaşma bəxş edir. Həm şəxsi, həm də peşəkar sahədə köhnə yanaşmaları kənara qoyaraq yeniliklərə açıq olmaq sizə fayda verəcək. Beyniniz parlaq ideyalarla dolu ola bilər, onları yazmaq və üzərində işləmək üçün əla zamandır. İş mühitində spontan qərarlar və orijinal fikirlər önə çıxır. Əgər komandada çalışırsınızsa, bugün təklif etdiyiniz qeyri-adi bir ideya bəyənilə və diqqət çəkə bilər. Hər kəsin getdiyi yoldan fərqli bir yol seçməkdən çəkinməyin, bu sizi uğura aparan fərq ola bilər. Şəxsi münasibətlərdə isə bir qədər dəyişkən ovqat müşahidə oluna bilər. Sizin azadlıq ehtiyacınız artdığı üçün bəzi yaxın münasibətlərdə məsafə saxlamaq istəyə bilərsiniz. Ancaq bunu qarşı tərəfə düzgün şəkildə izah etmək vacibdir, əks halda anlaşılmazlıqlar yaşana bilər. Tək olan dolçalar üçün gözlənilməz və maraqlı bir tanışlıq ehtimalı var, xüsusilə ictimai yerlərdə və ya onlayn platformalarda. Maliyyə məsələlərində isə bugün düşünülməmiş qərarlardan uzaq durmaq məsləhətdir. Planlaşdırılmamış xərclər çıxa bilər. Xərclərinizi nəzarətdə saxlamaq və impulsiv alış-verişlərdən qaçmaq vacibdir. Sağlamlıq baxımından enerjiniz dalğalı ola bilər. Günün müəyyən saatlarında özünüzü hiperaktiv, digərində isə yorğun hiss edə bilərsiniz. Bu səbəbdən balanslı qidalanmaq və yüngül fiziki fəaliyyətlə məşğul olmaq faydalı olacaq. Zehni sakitlik üçün də qısa fasilələr vermək önəmlidir. Ümumilikdə 12 aprel 2025 dolçalar üçün dəyişikliklərə açıq olmaq, yaradıcı ideyaları qiymətləndirmək və sərbəst düşünmək üçün mükəmməl gündür. İntuisiyanız güclüdür, ona güvənin və fərqli düşünməkdən çəkinməyin. Balıq Bürcü 12 aprel 2025-ci il Balıq Bürcünün proqnozu. Bugün balıqlar üçün emosional dərinlik və daxili harmoniya ön plandadır. Hissləriniz güclü olacaq və ətrafınızdakı insanların enerjisini çox tez hiss edəcəksiniz. Bu vəziyyət sizə həm üstünlük, həm də çətinlik yarada bilər. Həssaslığınız artdığı üçün həm başqalarının qayğısına qalmaq istəyəcəksiniz, həm də öz sərhədlərinizi qorumaqda çətinlik çəkə bilərsiniz. İş həyatında yaradıcı və intuitiv yanaşmalar önə çıxacaq. Əgər sənət, yazım, musiqi və ya vizual sahələrlə məşğulsunuzsa, ilhamla dolu bir gündür.
Rutin işlərdə isə diqqətinizi toplamaq çətin ola bilər. Bu səbəbdən əlinizdəki vəzifələri ardıcıllıqla və sakit bir ortamda yerinə yetirməyə çalışın. İş yoldaşlarınızla münasibətlərdə həssas olun. Bəzən sadə bir söz sizi düşündüyünüzdən daha çox təsirləndirə bilər. Şəxsi münasibətlərdə romantik və duyğusal anlar yaşana bilər. Qarşı tərəfə qarşı anlayışlı və qayğıkeş davranacaqsınız, bu da əlaqələrə pozitiv təsir edəcək. Əgər münasibətdə deyilsinizsə, bugün ruhunuza toxunan biri ilə tanış olmaq ehtimalı mövcuddur, xüsusilə təsadüfi və sakit məkanlarda. Maliyyə məsələlərində instinktinizə güvənə bilərsiniz, amma yenə də real hesablamaları unutmayın. Bugünkü emosional vəziyyətiniz impulsiv xərclərə səbəb ola bilər. Əlinizdə olan resurslara fokuslanmaq və ehtiyatlı davranmaq daha faydalı olacaq. Sağlamlıqla bağlı olaraq psixoloji balans vacibdir. Zehni və emosional yüklənməni azaltmaq üçün meditasiya, yoga və ya sakit musiqi dinləmək tövsiyə olunur. Gecə yuxusunun keyfiyyətinə diqqət yetirin, çünki bugünün gedişatı bəziləri üçün yorucu ola bilər. Ümumilikdə 12 aprel 2025 balıqlar üçün duyğularla yönlənən, həm incəlik, həm də ilhamla dolu bir gündür. İç səsinizə qulaq asın, amma eyni zamanda reallıqla bağınızı qoruyun. Bu balans sizə həm rahatlıq, həm də uğur gətirəcək. Qoç bürcü 12 aprel 2025-ci il Qoç bürcünün proqnozu. Bugün qoçlar üçün enerjili və təşəbbüskar bir gün olacaq. Ulduzların düzümü sizə yüksək motivasiya və iradə gücü bəxş edir. İstədiyiniz bir məqsədə çatmaq üçün əlinizdən gələni edəcək və liderlik bacarıqlarınızı ortaya qoyacaqsınız. Qarşınıza çıxan çətinliklər sizi yavaşlatmayacaq, əksinə sizi daha da ruhlandıracaq. İş həyatında təşəbbüs göstərmək üçün ideal zamandır. Yeni layihələrə başlamaq, rəhbərliyə fikir vermək və ya komanda içində önə çıxmaq şansınız var. Əgər öz biznesiniz varsa, bugün yeni ideyaları test etmək və ya əməkdaşlıq təklifləri almaq ehtimalı yüksəkdir. Ancaq tələskənliyə yol verməmək, qərarları planlı şəkildə vermək tövsiyə olunur. Şəxsi münasibətlərdə isə biraz daha səbirli olmağa ehtiyac var. Tələskən və açıq sözlü davranışlarınız yaxınlarınız tərəfindən yanlış başa düşülə bilər. Duyğularınızı ifadə edərkən qarşı tərəfin də baxış bucağını nəzərə almağa çalışın. Münasibətdə olan qoçlar üçün bugün səmimi söhbətlər və problemlərin açıq şəkildə müzakirəsi üçün əlverişlidir. Subay qoçlar üçün isə yeni tanışlıq ehtimalı yüksəkdir, xüsusilə sosial və dinamik ortamda. Maliyyə məsələlərində fürsətlər önə çıxa bilər. Gözlənilməz gəlirlər və ya investisiya imkanları gündəmə gələ bilər. Lakin hər şeyi dərindən analiz etdikdən sonra qərar vermək daha düzgün olacaq. Hisslərlə deyil, faktlarla hərəkət edin. Sağlamlıq baxımından enerjiniz yüksək olacaq. Bu da sizi daha fəal və hərəkətli edəcək. İdmanla məşğul olmaq, xüsusilə də açıq havada fəaliyyət göstərmək həm fiziki, həm də zehni sağlamlığınıza müsbət təsir göstərəcək. Lakin özünüzü yormamağa və istirahətə də vaxt ayırmağa diqqət edin. Ümumilikdə 12 aprel 2025 qoçlar üçün motivasiya, liderlik və irəliləyişlə dolu bir gündür. Cəsarətiniz və qərarlılığınız bugün sizə bir çox qapıları açacaq. Sadəcə balanslı və düşüncəli olun. Boğa bürcü 12 aprel 2025-ci il Boğa bürcünün proqnozu. Bugün boğalar üçün sabitlik və təhlükəsizlik axtarışının ön planda olduğu bir gündür. Həyatınızda nizam və harmoniya yaratmaq istəyəcəksiniz. Ulduzlar sizə səbir, real düşüncə və praktik yanaşma bəxş edir. Günü planlı şəkildə keçirmək həm emosional, həm də maddi baxımdan sizə rahatlıq gətirəcək. İş həyatında detallara diqqət və məsuliyyətli davranışınız sayəsində gözə çarpacaqsınız. Bugün daha çox mövcud işləri tamamlayıb sabitliyi qorumağa fokuslanmaq faydalı olacaq. Əgər yeni layihə və ya danışıqlar gündəmdədirsə, ehtiyatla və planlı şəkildə hərəkət etmək sizə uğur qazandıra bilər. Tələskən qərarlardan uzaq durun. Şəxsi münasibətlərdə dərinlik və səmimiyyət axtarışındasınız. Sevdiklərinizlə sakit, amma mənalı anlar keçirmək istəyəcəksiniz. Romantik münasibətlərdə isə qarşı tərəfə verdiyiniz dəyəri göstərmək üçün fürsət yaranacaq. Əgər münasibətdə deyilsinizsə, bugün yeni biri ilə tanış olmaq ehtimalı az olsa da, köhnə dostluqlar güclənə bilər.
Maliyyə baxımından bugün sabitliyə yönəlik addımlar atmaq məsləhətdir. Büdcənizə nəzər salmaq, qənaət planları qurmaq və ya investisiya strategiyanızı gözdən keçirmək üçün münasib gündür. Lüks və ehtiyac olmayan alış-verişlərdən uzaq durmaq tövsiyə olunur. Sağlamlıq sahəsində özünüzü ümumilikdə yaxşı hiss edəcəksiniz. Lakin passivlik enerjinizi bir qədər aşağı sala bilər. Qısa gəzintilər, yüngül idman və ya təbiətdə vaxt keçirmək bədən və zehniniz üçün faydalı olacaq. Eyni zamanda düzgün qidalanma və kifayət qədər yuxu vacibdir. Ümumilikdə 12 aprel 2025 buğalar üçün balanslı, məhsuldar və emosional baxımdan sabit bir gündür. Tələsmədən, amma qətiyyətlə hərəkət etdiyiniz təqdirdə həm işdə, həm də şəxsi həyatınızda uğur sizinlə olacaq. Əkizlər bürcü. 12 aprel 2025-ci il Əkizlər bürcünün proqnozu. Bugün əkizlər üçün ünsiyyət və çeviklik ön plandadır. Sözlərinizin gücü ilə həm sosial, həm də peşəkar sahələrdə diqqət çəkə bilərsiniz. Sürətli düşünmə qabiliyyətiniz və ani qərar vermə bacarığınız sizə üstünlük qazandıracaq. Ancaq günün gedişində fikrinizin tez-tez dəyişməsi diqqətinizi yayındıra bilər. Bu səbəblə önəmli qərarlarda biraz daha dayanıqlı olmağa çalışın. İş həyatında yeniliklərə açıq olacağınız bir gündür. Gözlənilməz bir məlumat və ya təklif sizi hərəkətə gətirə bilər. Əgər yaradıcılıq və ya media ilə bağlı bir işlə məşğulsunuzsa, ideyalarınız ətrafınızda müsbət qarşılanacaq. Ancaq detallara diqqət etmədən hərəkət etməmək önəmlidir. Bəzi xırda səhvlər gözünüzdən qaça bilər. Şəxsi münasibətlərdə canlı və maraqlı söhbətlər ön planda olacaq. Qarşı tərəflə fikirlərinizi bölüşmək, fikir mübadiləsi aparmaq sizə emosional rahatlıq verəcək. Əgər münasibətdə deyilsinizsə, bugün yeni tanışlıqlar üçün olduqca əlverişlidir. Xüsusilə sosial şəbəkələr və ya ictimai yerlərdə maraqlı biri ilə rastlaşma ehtimalınız var. Maliyyə məsələlərində ani qərarlar vermək əvəzinə qısa bir ara verib düşünmək faydalı olacaq. Bugün alış-verişdə impulsiv davranışlar göstərə bilərsiniz. Ehtiyac olmayan şeylərə pul xərcləməməyə çalışın. Hər hansı bir razılaşma və ya sənəd varsa, detalları diqqətlə oxuyun. Sağlamlıqla bağlı enerjiniz dalğalı ola bilər. Zehni aktivliyiniz yüksək olsa da, fiziki olaraq biraz yorğun hiss edə bilərsiniz. Qısa fasilələr, təmiz hava və sakit bir atmosferdə olmaq sizə yaxşı təsir edəcək. Əsəb sisteminizə yük düşməməsi üçün sosial təzyiqlərdən bir qədər uzaq qalmaq faydalı olar. Ümumilikdə 12 aprel 2025 əkizlər üçün dinamik, ünsiyyət yönümlü və yeni ideyalarla dolu bir gündür. Sözləriniz və çevikliyiniz sizə yol açacaq. Sadəcə hər şeyi eyni anda etmək əvəzinə öncəliklərinizi müəyyən edin. Xərçəng bürcü. 12 aprel 2025-ci il Xərçəng bürcünün proqnozu. Bugün xərçənglər üçün emosional həssaslıq və daxili dərinlik ön planda olacaq. Hissləriniz güclənə bilər və keçmiş xatirələr tez-tez ağlınıza gələ bilər. Ulduzların düzümü sizə həm ruhani sakitlik, həm də bəzi duyğusal qərarsızlıqlar gətirə bilər. Bu səbəbdən gün ərzində özünüzə vaxt ayırmaq və emosiyalarınızı düzgün şəkildə yönləndirmək vacib olacaq. İş həyatında isə səbirli və diqqətli yanaşma sizə fayda verəcək. Rutin işləri tamamlamaq üçün əlverişli gündür. Komanda ilə işləyirsinizsə, daha çox dinləyici mövqedə olmaq və ehtiyac duyulan dəstəyi vermək münasibətlərinizi möhkəmləndirəcək. Bəzi gecikmələr və ya anlaşılmazlıqlar yaşansa da, sakit yanaşma ilə bunları rahatlıqla həll edə bilərsiniz. Şəxsi münasibətlərdə isə duyğusal yaxınlıq axtaracaqsınız. Sevdiyiniz insanla səmimi söhbətlər etmək qarşılıqlı anlayışı artıracaq. Münasibətdə olmayan xərçənglər üçün bugün yeni bir tanışlıq ehtimalı az olsa da, özünüzə olan dəyəri anlamaq və daxili rahatlıq tapmaq üçün gözəl gündür. Ailə və yaxın dostlarla vaxt keçirmək sizə emosional dayaq verə bilər. Maliyyə məsələlərində ehtiyatlı davranmaq tövsiyə olunur. Qərar vermədən öncə 2 dəfə düşünün, xüsusilə də böyük xərclər və ya borc məsələlərində. Büdcə planlaması və qənaət yollarını gözdən keçirmək üçün münasib vaxtdır. Sağlamlıq baxımından gününüzü sakit və balanslı keçirmək vacibdir. Zehni və emosional yüklənməni azaltmaq üçün dincəlməyə və istirahətə vaxt ayırın.
Meditasiya, rahatladıcı musiqi və ya təbiətdə gəzişmək sizə özünüzü daha yaxşı hiss etdirməyə kömək edəcək. Ümumilikdə 12 aprel 2025 xərçənglər üçün duyğusal zənginlik, introspeksiya və yaxın münasibətlərin dərinləşməsi üçün əlverişli bir gündür. Sakit qalmaq, emosiyalarınızı düzgün ifadə etmək və özünüzə qarşı anlayışlı olmaq bu günün açarıdır. Şir bürcü 12 aprel 2025-ci il Şir bürcünün proqnozu. Bugün şirlər üçün özünü ifadə etmək və diqqət mərkəzində olmaq arzusu güclü şəkildə hiss ediləcək. Ulduzların düzümü sizə öz gücünüzü və bacarıqlarınızı nümayiş etdirmək üçün əla fürsətlər təqdim edir. İstər işdə, istər şəxsi həyatınızda liderlik keyfiyyətləriniz ön plana çıxacaq. Ətrafınızdakılar sizin enerjinizi hiss edəcək və sizdən ilham ala bilər. İş həyatında təşəbbüskar olmaq üçün uyğun gündür. Yeni layihələrə başlamaq, ideyalarınızı rəhbərliklə bölüşmək və ya komandanızla motivasiya edici bir addım atmaq sizə uğur gətirə bilər. Əgər uzun müddətdir gözlədiyiniz bir fürsət varsa, bugün onunla bağlı konkret addımlar ata bilərsiniz. Sadəcə egonuzun sizi emosional qərarlara sürükləməsinə imkan verməyin. Şəxsi münasibətlərdə isə diqqət və sevgi gözləyirsiniz. Bugün sevdiklərinizlə xüsusi anlar yaşamaq üçün mükəmməldir. Qarşı tərəfə olan duyğularınızı açıq şəkildə ifadə etməkdən çəkinməyin. Münasibətdə olmayan şirlər üçün də yeni tanışlıqlar, xüsusilə sosial tədbirlərdə mümkündür. Cazibədarlığınız bugün yüksək zirvədədir. Maliyyə məsələlərində isə planlı və düşünülmüş addımlar vacibdir. Bəzi ani xərclər və ya dəvətlər büdcənizi poza bilər, ona görə də nəyi prioritet etdiyinizi diqqətlə seçin. Uzun müddətli yatırımlar və gələcək planlarla bağlı düşünmək üçün yaxşı vaxtdır. Sağlamlıq baxımından enerjiniz yüksək olacaq. Bu enerjini idman, rəqs və ya açıq havada fiziki fəaliyyətlə istifadə etmək həm fiziki, həm də zehni baxımdan sizə yaxşı təsir göstərəcək. Özünüzə yaxşı baxmaq və görünüşünüzlə maraqlanmaq da bugün özünüzü daha yaxşı hiss etməyinizə kömək edəcək. Ümumilikdə 12 aprel 2025 şirlər üçün parlaq, enerjili və diqqət çəkici bir gündür. Liderlik edin, parlayın, amma eyni zamanda daxili səsinizə və yaxınlarınızın ehtiyaclarına da qulaq asın. Balans sizə həm uğur, həm də harmoniya gətirəcək. Qız bürcü 12 aprel 2025-ci il Qız bürcünün proqnozu. Bugün qızlar üçün analiz və diqqət ön plandadır. Hər şeyi dərindən düşünüb planlamağa meyilli olacaqsınız. Ulduzların düzümü sizə ayıq zehin, diqqətli yanaşma və tənqidi düşüncə verir. Bu da xüsusilə iş və maliyyə sahəsində sizə üstünlük qazandıra bilər. Hər kəsin gözündən qaçan detalları görmək bacarığınız bugün fərq yaratmağınıza səbəb ola bilər. İş həyatında hər zamanki kimi məsuliyyətli və ciddi olacaqsınız. Əgər masaüstü və ya texniki işlə məşğulsunuzsa, yüksək diqqət tələb edən tapşırıqları uğurla yerinə yetirə bilərsiniz. Əməkdaşlarınız sizdən dəstək istəyə bilər, çünki bugün dəqiq analiz və rasional qərar vermək sizin güclü tərəfinizdir. Yeni layihəyə başlamaq üçün isə bir qədər müşahidə aparmaq və planlama aparmaq daha doğru olacaq. Şəxsi münasibətlərdən bugün duyğularınızı açıq şəkildə ifadə etməkdə çətinlik çəkə bilərsiniz. Hisslərinizi içinizdə saxlamaq əvəzinə yaxınlarınızla səmimi və sakit söhbətlər aparmaq münasibətləri daha da yaxınlaşdıracaq. Əgər münasibətdə deyilsinizsə, yeni tanışlıq ehtimalı aşağıdır, lakin mövcud əlaqələrdə dərinlik və etibar qurmaq üçün əlverişli bir gündür. Maliyyə sahəsində planlı və ölçülü davranmaq sizə fayda verəcək. Büdcənizi gözdən keçirmək, qənaət planları qurmaq və xırda xərcləri analiz etmək üçün münasib vaxtdır. Gələcək üçün investisiya planları hazırlaya bilərsiniz, amma bugün böyük risklərə girmək məsləhət deyil. Sağlamlıq baxımından həddən artıq düşünmək və narahatlıq sizə psixoloji yüklənmə gətirə bilər. Bunu aradan qaldırmaq üçün gün ərzində özünüzə istirahət fürsətləri yaradın. Qısa gəzintilər, sakit bir mühitdə kitab oxumaq və ya meditasiya sizə rahatlıq gətirəcək. Həssas həzm sistemi və yuxu keyfiyyətinə də diqqət yetirin. Ümumilikdə 12 aprel 2025 qızlar üçün məhsuldar, diqqətli və planlı şəkildə keçə biləcək bir gündür. Dəqiqlik, səbir və analiz bugün sizin güc mənbəyiniz olacaq. Özünüzü yormadan hisslərinizlə ağlınız arasında balans quraraq hərəkət edin.
Tərəzi bürcü 12 aprel 2025-ci il Tərəzi bürcünün proqnozu. Bugün tərəzilər üçün harmoniya, ünsiyyət və estetik duyum ön plandadır. Ulduzların düzümü sizə sosial çevrənizdə aktiv olmaq, münasibətləri tənzimləmək və balans yaratmaq üçün imkanlar təqdim edir. Daxili rahatlıq və xarici uyğunluq arasında tarazlıq qurmaq istəyəcəksiniz. Qarşılıqlı anlaşma bugün sizin üçün əsas açardır. İş həyatında diplomatik və çevik yanaşmanız ön plana çıxacaq. Komanda işində və ya müştəri əlaqələrində uğur qazana bilərsiniz. Əgər danışıqlar, əməkdaşlıq və ya yaradıcılıq tələb edən işlərlə məşğulsunuzsa, bugün sizin üçün əlverişlidir. Ancaq qərarsızlıq bəzi işlərin gecikməsinə səbəb ola bilər, buna görə öncəlikləri müəyyənləşdirmək vacibdir. Şəxsi münasibətlərdə mehriban və romantik ovqat hakim olacaq. Qarşı tərəflə münasibətləri dərinləşdirmək, sevgi və diqqət göstərmək üçün mükəmməl gündür. Münasibətdə olan tərəzilər səmimi söhbətlərlə bağlarını gücləndirə bilər. Subay tərəzilər üçün isə yeni tanışlıqlar mümkündür, xüsusilə də sosial tədbirlərdə və ya incəsənət, moda, musiqi ilə bağlı mühitlərdə. Maliyyə məsələlərindən bugün zövqə xitab edən alış-veriş istəkləriniz arta bilər. Estetik və lüks əşyalara qarşı meyl güclənə bilər, buna görə büdcənizi düzgün idarə etmək vacibdir. Əgər yeni bir maliyyə planı hazırlamaq istəyirsinizsə, real və tarazlı yanaşma ilə uğur əldə edə bilərsiniz. Sağlamlıq baxımından balansı qorumaq vacib olacaq. Yorğunluq və ya enerjisizlik hiss etsəniz, bədəninizə istirahət verməkdən çəkinməyin. Yoga, meditasiya və ya musiqi ilə rahatlaşmaq sizə yaxşı təsir göstərə bilər. Həm fiziki, həm də zehni gözəlliyə diqqət ayırmaq sizi daha enerjili və xoşbəxt hiss etdirəcək. Ümumilikdə 12 aprel 2025 tərəzilər üçün münasibətlərin ön planda olduğu, estetik duyğuların gücləndiyi və emosional ahəng axtarışının önəm qazandığı bir gündür. Balanslı düşüncə, anlayışlı ünsiyyət və incəlik bugün sizi həm şəxsi, həm də iş həyatında bir addım irəli aparacaq. Əqrəb bürcü 12 aprel 2025-ci il Əqrəb bürcünün proqnozu. Bugün əqrəblər üçün içsel güc və transformasiya mövzuları ön planda olacaq. Ulduzların düzümü sizə emosional cəhətdən güclü və dəyişikliklərə açıq bir gündür. Keçmişdən gələn xatirələr və ya başa düşülməyən hisslər üzə çıxa bilər, amma bu, özünüzü yenidən kəşf etmək və irəliləmək üçün gözəl bir fürsət olacaq. Hisslərinizi daha dərindən anlamağa çalışın və ətrafınızdakı vəziyyətləri daha geniş bir baxış bucağı ilə qiymətləndirin. İş həyatından bugün dəyişikliklərə və yeniliklərə açıq olacaqsınız. Çətin qərarlar verməli olsanız da, güclü intuisiyanız sizi düzgün istiqamətə yönləndirəcək. Praktik yanaşmalar və hərəkətə keçmək üçün mükəmməl gündür. Əgər uzun müddətdir təxirə saldığınız bir işi görməyə başlasanız, nəticələri çox sürətli görə bilərsiniz. Eyni zamanda güclü bir liderlik və ya təşkilatçılıq bacarığınız ətrafınızdakiları təsir edəcək. Şəxsi münasibətlərdən bugün daha çox dərin əlaqələr və emosional yaxınlıq istəyəcəksiniz. Qarşı tərəflə çox açıq və səmimi söhbətlər edərək, bəzi gizli və ya çözülməmiş məsələləri ortaya çıxara bilərsiniz. Əgər münasibətdə deyilsinizsə, bugün tanışlıq ehtimalı çox az olsa da, dostluq və ya mövcud əlaqələrdə dərinləşmə mümkündür. Emosional açıqlıq sizə və qarşı tərəfə faydalı olacaq. Maliyyə məsələlərindən böyük xərclər və ya riskli investisiyalar barədə düşünməmək daha məsləhətlidir. Büdcənizi diqqətlə izləyin və ani impulsiv qərarlardan qaçın. Maliyyə məsələlərində sabitlik və təhlil ön planda olmalıdır. Əgər maliyyə məsələlərində dəyişikliklərə getmək istəyirsinizsə, diqqətlə planlayın və hərəkət etməzdən əvvəl bütün məqamları nəzərdən keçirin. Sağlamlıq baxımından enerjinizin yüksək olduğu bir gündür. Həm fiziki, həm də zehni olaraq güclü hiss edəcəksiniz. Yalnızca bədəninizin dinlənilməyə ehtiyacı ola bilər. Bu səbəblə gün ərzində kiçik fasilələr və ya sakit vaxt keçirmək faydalı olacaq. İdmanla məşğul olmaq və ya təbiətə çıxmaq sizə rahatlıq və enerji verəcək. Ümumilikdə 12 aprel 2025 əqrəblər üçün güclü, dönüm nöqtələri ilə dolu və emosional cəhətdən dönüşüm yaşayan bir gündür. Səmimi və açıq olun, dəyişikliklərə açıq qalın və həyatınızdakı yeni istiqamətləri qəbul edin. Bugün sizi daha güclü və əzmkar edəcək. Oxatan bürcü
12 aprel 2025-ci il Oxatan bürcünün proqnozu. Bugün Oxatanlar üçün yeni perspektivlər və genişlənmə dönəmi başlayır. Ulduzlar sizə enerjinizi yeni ideyalara və layihələrə yönəltmək üçün güc verəcək. Fikirləriniz genişlənəcək və daha əvvəl görmədiyiniz imkanları dərk etməyə başlayacaqsınız. Bugün yeniliklər və sərhədlərinizi aşmaq üçün ideal vaxtdır. Xüsusilə təhsil, səyahət və şəxsi inkişaf sahələrində irəliləyişlər gözlənilir. İş həyatında işinizi böyütmək və ya yeni iş imkanları üzərində düşünmək üçün əla gündür. İntellektual qabiliyyətləriniz ön plana çıxacaq və mürəkkəb problemləri həll etməyi asanlaşdıracaq. Əgər yeni bir layihə üzərində işləyirsinizsə, bugün başlayacağınız addımların uzun müddətli müsbət nəticələr verəcəyini görəcəksiniz. Lakin tələsməmək və hər bir detalı nəzərdən keçirmək vacibdir. Təcrübə və praktik yanaşma sizə uğur gətirəcək. Şəxsi münasibətlərdən bugünkü gündə sizin üçün sərbəstlik və azadlıq ön planda olacaq. Əgər münasibətdə olsanız, sevdiyiniz insanla qarşılıqlı anlayış və məkan axtarışında olacaqsınız. Bu, münasibətlərinizi daha sağlam və rahat bir şəkildə inkişaf etdirmək üçün mükəmməl vaxtdır. Subay Oxatanlar üçün isə yeni bir tanışlıq ehtimalı var, amma bu əlaqənin uzun müddətli olub-olmaması hələ naməlumdur. Yaxın çevrənizlə açıq və dürüst münasibət qurmaq daxili rahatlıq gətirəcək. Maliyyə məsələlərindən bugün hərəkət etmədən əvvəl ehtiyatlı olmaq lazımdır. Riskli investisiyalar və ya impulsiv xərclərdən çəkinin. Gələcəyiniz üçün planlamağa və mövcud maliyyə vəziyyətinizi yaxşılaşdırmağa yönəlin. Büdcənizi gözdən keçirmək və qənaət etmək üçün yaxşı bir gündür. Sağlamlıq baxımından enerjiniz yüksək olacaq, amma bədəninizin dinlənməyə də ehtiyacı var. İdman və açıq havada fəaliyyət sizə müsbət təsir göstərəcək. Ancaq çox yüklənməməyə çalışın, balanslı həyat tərzi və yuxu da sizin üçün vacibdir. Ümumilikdə 12 aprel 2025 Oxatanlar üçün yeni imkanlar və sərhədləri aşmaqla dolu bir gündür. İntellektual fəallıq və yeniliklər ön plana çıxacaq, lakin hər bir addımı ehtiyatla və diqqətlə atmaq vacibdir. Bugünün sonunda əldə etdiyiniz nəticələr sizin inkişafınıza böyük təsir edəcək.